Salam gənclər, bugün Maqda yenə də müzakirə olacaq. Çox maraqlı bir mövzu qoymuşuq. Həvəskarlar və peşəkarları üz-üzə gətirmişik. Görək kim digərini itham edəcək, bir-birlərinə nələr deyəcəklər və ortaq məxrəc tapılacaqmı? Əsas budur. Gəlin qonaqlarımızı qarşılayaq, sonra isə müzakirəmizə başlayaq. Buyurun gənclər, xoş gəlmisiniz. Salam dostlar, xoş gəlmisiniz studiyamıza. Necəsiz? Yaxşıyıq. Yaxşısınız, mən də superəm uşaqlar. Son zamanlar ümumiyyətlə ölkəmizdə belə bir tendensiya var. Yəni gənclərin əksəriyyəti ya gitaraçı kimi fəaliyyət göstərir, ya əlinə fotoaparat alır, fotoqraf kimi fəaliyyət göstərməyə başlayır. Yəni bilmək olmur artıq kim peşəkardır, kim həvəskardır. Yəni hamı çalışır bu sahədə. Sizin də istədik ki, bu məsələyə münasibətinizi öyrənək. Yəni nəyə görə sırf bu sahələrə maraq çoxdur? Və bu sualdan qabaq istəyərdim ki, özünüzü təqdim edəsiniz, biraz məlumat verəsiniz ki, nə işlə məşğulsunuz. Gəlin sizi biraz yaxından tanıyaq. Buyurun, bir xanım qonağımız var bugün, Yeganə. Səndən başlayaq istəyirsən, sonra digər qonaqlarımıza keçək. Adım Yeganədir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıram. 4-cü kursda oxuyuram. Hansı ixtisas üzrə? İxtisas kino operator, fakültə rejissor, Rafiq Qambarovun tələbəsiyəm. Çox gözəl. Belə. Amma fotoqraf kimi fəaliyyət göstərirsən həvəskar olaraq. Bizdə ilk 2 kurs fotoqrafiya keçilib, təhsil o üzrə olub. Amma yəni bizdə seçim olub. Fotoqrafiya, kino operator, uşaqlar hansının kimin nəyə marağı daha çox olub. Məndə daha çox fotoqrafiya olub. Çünki kino operatorluq biraz çətindir, aparatura ağır işdir. Ağır işdir deyənə, yəni mən məhz fotoqrafiyanı seçmişəm. Onda səni həvəskar adlandıraq, yoxsa necə adlandıraq? Hələ ki, Əslində peşəkarlığa doğru addımlayan bir gənc kimi adlandıraq. Peşəkarlıq da olmaq üçün həvəskar olmaq lazımdır. Professional olmaq üçün də həvəs olmalıdır ki, yəni bu işdə bir professional kimi çalışasan. Ramiz, sən də yaxından tanıyaq. Xoş gəlmisən. Sizləri salamlayıram, izləyiciləri salamlayıram. Bugünə qədər onları deməyəcəm, bundan sonraki inkişafımı demək istəyirəm ki, hal-hazırda Bakı Film İnstitutunun tələbəsiyəm, fakültəm rejissorluq, fotoqrafiya, incəsənətə meyilli olduğum üçün, şəkilləri sevdiyim üçün fotoqrafiya məndə bu cəhətdə inkişaf edib. Ancaq fotoqraf olmaq istəmədim, çünki ən böyük arzum var, rejissor olmaq. Onda sənin də fotoqrafiya sahəsində yəni həvəskar adlandıraq da belə çıxır ki. Və digər qonaqlarımız var. Buyur, siz də özünüzü təqdim edin. Hamını salamlayıram. Mən Elmar Əzimli, 21 yaşım var. Özüm Xarkov Dövlət Mədəniyyət Universitetinin 1-ci kurs tələbəsiyəm. Özüm Bakıda media üzrə fotomuxbir kimi işləyərəm. Uşaqlıqdan arzum olub. Əvvəlcə Polaroid aparatımız vardı evdə. Orada şəkil çəkməyə çox xoşuma gəlirdi. Elə oldu ki, gəldim artıq fotoqraf kimi işləyirəm. Sən hazırda həm də yəni qiyabi olaraq təhsil alırsan? Bəli, qiyabi. Maraqlıdır. Onda sən özünü həvəskar hesab edirsən, yoxsa peşəkar? İş sahəm bundan ibarət olduğuna görə artıq həvəskarlıqdan çıxmışdı. Yəni artıq bunu dərindən öyrənməyə başlamısan və bilirsən hər şeyi. Çox gözəl. Və son olaraq Ağa, sən də tanıyaq. Ağa bu gün yəni ən aktiv gənclərimizdən biridir. Buyur Ağa, sən də. Hamınızı salamlayıram. Mən Həsənli Ağa, 2 ilə yaxındır ki, bu işlə məşğulam. Professional şəkildə olaraq 2 ilə yaxındır. Mən bu işə yəni bu sənətə gəlməyim. İsmail adlı mənim bir dostum var, fotoqraf işləyir. O mənə kömək oldu. Bəs sən sırf fotoqraf kimi fəaliyyət göstərsən, yoxsa necə? Fotoqraf deyəndə ki, hal-hazırda yeni başlayıram şəkil çəkməyə, amma əsas mən retouchör gedirəm. Yəni şəkilləri üzərində işləyən, Photoshopla çalışırsan. Çox gözəl. Yaxşı, indi mənim sualıma cavab verək. Nəyə görə gənclər son zamanlar fotoqrafiya və gitara ifaçılığına çox həvəs göstərirlər? Düzdür, gitara ifaçıları hazırda yəni studiyamızda yoxdurlar. Onlarla daha sonra danışacağam. Amma gəlin indi sizdən fotoqrafiya ilə bağlı danışaq. Yəni bu tendensiya nəyə görə belə geniş yayılıb? Sizcə səbəbi nədir? Elə düşünürlər ki, yəni fotoaparatı götürdün əlinə, düyməni bastın, rəsm gəldisə vəsyoda, yəni kadrı tutun. Amma əslində elə deyil, yəni bəzi o götürüb təzəlikcə bu işə gedənlər həvəslə gedirlər, eləyirlər, yəni işləyirlər, amma sonra bir vaxt keçəndən sonra bu işdən yəni ayrılırlar. Çünki əslində bu yəni aparatı götürdün, çəkdim olmalı deyil. Yəni bunu hiss eləməlisən. Yəni şəkildə, kadrda
görmək üçün, çəkmək üçün hiss eləmək lazımdır ki, o təbii olsun. Düzdür. Ona görə də yəni çox həvəskarlar bu işi davam elətdirmirlər. Yəni həvəskarlar professional ola bilər. Biz hamımız həvəskar olaraq başlayıb professional olmuşuq. Sadəcə olaraq həvəskar olanda özünə professional deməyə doğru deyil. Mən yəni fikrimi bu cürə çatdırmaq istəyirəm. Mən razı deyiləm. Heç də razı deyiləm. Marketinq deyilən bir ifadə var və bir sahə var. Yəni təbii ki, sənin də işin, üzr istəyirəm, sizin də işiniz kiməsə görə professional deyil. Həmçinin o insanın çəkdiyi. Əgər bu insan rayonda əgər toyda çəkib, rayonda toya gələn qonağa verirsə, o toyda o şəkildə razı qalırsa, o adama görə bu insan professionaldır. Əgər biz professional sözünü böyük şəkildə demək istəyiriksə, təbii ki, biz ən azından onun kursunu keçməliyik, kursu 2 ildir. Elmar, çoxları səni 2015-ci ildə, yəni 1-ci Avropa oyunları keçirilən zaman çəkdiyin şəkillərlə tanıyır və çox bəyəndilər sənin orada çəkdiyin şəkilləri. Yəni sənin çəkdiyin şəkilləri digər fotoqrafların çəkdiklərindən fərqləndirən cəhət nə idi ki? Mən yerdə də çəkmişdim, Olimpiya stadionu içində, helikopterlə də çəkmişdik. Biz həmən vaxtı üst-üstə düşdü sadəcə olaraq. Həm də ki, bir gün ərzində çoxlu paylaşım oldu, bütün xarici dövlətlərə təmsil, ona görə daha çox belə qabarıldı. Əslində, yəni ki, mənim yerimə başqa bir fotoqraf olsaydı çəkə bilərdi, bəli, çəkə bilərdi, amma düzgün rakursu vaxtında yerində seçmək daha vacibdir. Şans sənin üzünə güldü belə deyək də. Bəli, şans da güldü. Bilirsiniz necədir? Bax, burada da professionallıq var. Məsəl üçün, Elmarın dayandığı bir yerdən bir həvəskar da dayansın, o eyni rakursdan dayansın, o şəkili görməyəcək, eyni şəkil çıxmayacaq. Çünki bu daha professionaldır, o bilir necə o şəkili o ərsəyə gətirmək lazımdır. Yəni görə bilmək önəmlidir fotoqrafiyada. Mən bir mövzuya toxunmaq istəyirəm. Həvəskar deyəndə mən tanıdığım həvəskar fotoqraflar var ki, çox peşəkar işlər görürlər. Məsələn, bu başqa bir sahə bir iş adamıdır, amma həvəsi daha çoxdur fotoqrafiya, amma peşəkar da çəkir. Buna professional aparat da ehtiyac yoxdur. Sadəcə adi bir aparatla da küçə fotoqrafiyasına aid elə bir şəkil çəkə bilər ki, bu dünyada ən məşhur şəkillərdən biri ola bilər. Yəni ki, bu mənim işimə görə bahalı aparat, professional aparat lazımdır ki, həmən yerdə düzgün şəkil çəkə bilim. Həvəskar fotoqrafda Avropa oyunlarında yəqin ki, iştirak et lazım deyil. Yəni ki, orada gərəksizdir. Yəni mən işimə görə o həmin vaxt oradaydım. Yəni ki, həvəskar fotoqraflar heç orada olmasa da olardı. Yəni ki, onların sahələri ayrıdır. Yəni bu həvəskar fotoqrafların çoxu küçə fotoqrafiyası ilə məşğuldur ki, məndən də güclüdülər. Onlar çox peşəkardılar. Mən yəni özümü tam peşəkar bir fotoqraf kimi hiss edirəm. Çünki gördüyüm işlər uğurlu şəkillərim çoxdur, amma gördüyüm işlər fotoqrafiya ilə bağlı çox azdır. Gənclər həqiqətən də iki hissəyə bölünür. Bəziləri yalnız öyrənmək, məqsəd daha yəni peşəkar olmağa doğru addım atır, özünü inkişaf etdirməyə çalışır. Bəziləri isə söyləyir ki, mən elə özüm peşəkaram, mənə yəni lazım deyil o kurslar, o təlimlər. O ağa bəy kimlərdir? O isə bizə aid deyil. Mən demirəm ki, mənə lazım deyil. Yəni sadəcə səni qane eləmir, yəni onların vaxtı gələndə gedəcəm. Hal-hazırda mənim gördüyüm iş Azərbaycan üçün tam professional işdir. Mən belə düşünürəm. Yəni görürsüz sizinlə razılaşmayan şəxslər var hətta. Şəxsi fikridir, şəxsi düşüncəsidir. Hörmət edin, zəhmət olmaz. Bəs ağa maraqlıdır. Yəni bu fikri irəli sürürsən ki, sən Azərbaycana həqiqətən də ən yəni yüksək səviyyədə retouch edən bir şəxssən, peşəkarsan. Məndən də yaxşıları var, danmıram. Bəs sən digərlərinin fikirlərini yəni almısanmı ki, yəni digər peşəkar şəxslərin ki, yəni sən etdiyin Mən yaşıma görə, onlar məndən böyüklər. Mən öz yaşıma görə onlar qədər bilirəm. Ola bilər mənim hardasa bir necədir. Əslində bu şəkili işləyən zaman burnun işığıdır, nə bilim, kimə necə rahatdır da, üzün kölgəsidir, elə işləyir. Mən çox xoşlamıram parıldadmağa. Elə retoucherlar var ki, onlar yandırır. Yəni onun elə zövqüdür. Mən ona razı deyiləm. Və burada biraz belə üzlərini turşulan şəxslər var. Ramiz nəyə görə belə fikirləşsən? Açığı Ağa bəyin işlərinə baxmışam. Yəni şəxsən mənim öz şəklimi retouch eləyib, əla, işləri çox yaxşıdır. Amma onun başqalarına nisbətən aqressiyası mənə çatmır. Mən artıq bu söhbəti sonlandırmaq istəyirəm. Çünki bu müzakirə yəni son bulmayacaq, mən belə düşünürəm ki. Çünki zövqlər müxtəlifdir, fikirlər müxtəlifdir. Nə qədər danışsaq da, yəni bu söhbətin sonu gəlməyəcək və davam edəcək. Ona görə də mən sizə təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Fikirləriniz maraqlı idi. Gənclər sizə də hər zaman söyləmək istəyirəm ki, həvəskar olaraq başlasaz da mütləq peşəkarlığa doğru addımlayın və özünüzü inkişaf etdirin. Bizim buradakı əyləşən dostlarımız da bu sözü, bu fikri dəstəklədilər. Ona görə də mən işlərinizdə uğurlar arzu edirəm. Çox sağ olun.
gün baxdıyarım. Əzizinəm bir də məni, doldur için bir də mən. Əzizinəm bir də məni, doldur için bir də mən. Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən. Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən. Keçdi, keçdi, cavan olmam bir də mən. Keçdi, keçdi, cavan olmam bir də mən. Alqışlar, səslənir Şövkət üçün. Salam Şövkət, Salam, necəsən? xoş gördük, yaxşıyam, siz necəsiz? Mən də yaxşıyam Şövkət. Bilirsən də bugünkü mövzumuz çox belə qəribə bir mövzudur. Peşəkar, həvəskar mövzusunu müzakirə edirik. Sən bəs özünü həvəskar hesab edirsən, yoxsa peşəkar musiqiçi? Mən özümü həvəskar musiqiçi hesab edirəm. Çünki bu iş üzrə təhsil almamışam. Yalnız musiqi duyumunun nəticəsində gitara çalmağa başlamışam. Eyni zamanda piano da ifa edirəm. Amma özüm İnci Sənət Universitetində kino rejissoru üzrə təhsil alıram, 2-ci kursdayam. İnşallah fikrim var, peşəkar kimi bu sahədə çalışım. Yəni musiqiçi kimi yox, sırf öz ixtisasın üzrə, yəni peşəkar olmaq fikrin var. Çox gözəl. Bəs yəni son zamanlar ölkəmizdə geniş yayılan bu gitara həvəsinə necə baxırsan? Səncə bu yaxşı bir adətdir, yoxsa artıq buna son demək lazımdır? Yox, yaxşı bir adətdir nəyə görə? Hansı ki bu istedadlar üzə çıxır. Amma bir tərəfdən də elə, yəni sırf elə insanlar bəzən gitaraya maraq salırlar ki, onlar bu sahədə heç bir başarı əldə eləmirlər. Yalnız həvəsləri olur və başlayırlar ifa eləməyə, bacarmırlar, sonra da yenə də əl çəkirlər. Amma bacaran insan üçün məncə yaxşı bir nailiyyətdir. Aha, bu Şövkətin fikirləri idi, amma biz təkcə Şövkətlə bu efirimizi yekunlaşdırmayacağıq. Şövkətin dostları ilə da bu mövzuda müzakirə edəcəyik. Sırf gitara ifaçıları, musiqiçilərlə birlikdə biz gedirik onlarla söhbətimizi aparmağa. Sizin isə diqqətiniz bizdə olsun. A mi lado, corazón, en el alma solo tengo soledad. Y si ya no puedo verte, porque decido correrte para hacerme sufrir más. Siempre fuiste la razón de mi existir. Adorarte para mí fue religión. En tus besos yo encontraba el calor que me brindaba, el amor y la pasión. Es la historia de un amor como no hay otro igual, que me hizo comprender todo el bien, todo el mal, que le dio luz a mi vida, apagándola después. Ay, qué vida tan oscura, sin tu amor no viviré. Siempre fuiste la razón de mi existir. Adorarte para mí fue religión. Y en tus besos yo encontraba el calor que me brindaba, el amor y la pasión. Es la historia de un amor como no hay otro igual, que me hizo comprender todo el bien, todo el mal, que le dio luz a mi vida,
viéndola después. Ay, qué vida tan oscura. Sin tu amor no viviré. Siempre fuiste la razón de mi existir. Adorarte para mí fue Dios. En tus besos yo encontraba el calor que me brindaba. El amor y la pasión. Çok teşekkürler. Hə, uşaqlar, həm siz xoş gəlmişsiniz, həm biz xoş gəlmişik bura. Çox gözəl bir məkandayıq hazırda. Şövkət mənim qolumdan tutdu, gətirdi ki, studiyada olarkən. Gəl gedək peşəkar dostlarımın yanında, onların yanında doya-doya danışaram mən bu mövzu haqqında. Çünki bugün biz həvəskar və peşəkarlardan danışırıq və Şövkət studiyamıza da mahnı ifa elədi, gözəl. Mən çox bəyəndim, amma o özünü həvəskar kimi təqdim elədi. Siz isə peşəkar dostlarımızsınız. Memi və Kamil. Siz artıq peşəkarsınız demək olar ki, bu sayədə. Çünki uzun müddətdir bu işlə məşğul olursunuz. Həm gitarada professional şəkildə ifa edə bilirsiniz, həm də musiqi təhsilində var deyəsən. Memi, səninlə başlayaq söhbətimizə. Mən özüm bu sənətlə hardasa 9 ilə yaxında məşğulam. Yəni gitar ilə hardasa 5 ildir, oxumaqla hardasa 4 ildir məşğulam bu sənətlə. Yəni Kamillə bərabərliyimiz hardasa 2 ildir bir yerdəyik. Ondan əlavə mən başqa bir səmtdə, yəni ki, dostlarla ifa edirdim. Özüm xeyli müsabiqələrdə olmuşam. Yadındadır, illər əvvəl sən bizim studiyamızda qonaq olmuşdun. İllər əvvəl bir xeyli mən sizin studiyamızda qonaq olmuşam. O vaxt sən özünü peşəkar hesab edirdin, yoxsa yox? O vaxt özümü peşəkar yox, amma yəni normal bir ifaçı hesab edirdim yəni özümü. İndi tam peşəkar yox, yəni ki, yəni özümə əminliklə deyə bilərəm ki, məsəl üçün mən bu sənətdə amma sən artıq özünü musiqiçi kimi belə deyək də. Artıq musiqiçi kimi görürəm. Tanıdırsan, bu sayədə peşəkar şəkildə irəliləyirsən. Bəli, bəli. Aha. Bəs Şövkət kimilərə münasibətin necədir? Şövkət mənim yaxın dostumdur. Biz özümüz bir universitetdə oxuyuruq. Yəni mən özüm 3-cü kursda oxuyuram. Şövkət səhv eləmirəmsə 2-ci kursda oxuyur. Mən Şövkətin səsini çox bəyənirəm. Yəni mən Şövkətin səsini dəfələrlə eşitmişəm. Yəni səsindən çox, yəni ki, bir qeyri-adi bir rəngi var səsinin. Bəli, maraqlı səs tonu var. Çox maraqlı bir rəngi var səsinin. Şövkəti tərifləyib bitirdiyimizə görə mən istərdim ki, Kamillə biraz söhbətimə davam edeyim. Kamil, son zamanlar ümumiyyətlə ölkəmizdə bu mövzunu qoymaqda məqsədimiz əslində bu idi ki, yəni gitaraya, bu sahəyə çox böyük maraq var. Gitarada kifayət qədər yəni geniş yayılıb, şəhərin küçələrində gəzərkən də bir qrup gənc görürük ki, yığışıb gitarada ifa edirlər. Və onları biz peşəkar adlandıra bilmərik təbii ki, çünki onlar sadəcə özləri üçün yəni ifa edirlər bunu. Sənin belə gənclərə münasibətin necədir və sən necə düşünürsən? Nəyə görə məhz gitaraya bu qədər həvəs böyükdür? Niyə skripka yox, məhz gitara? Ümumiyyətlə musiqiyə həvəsi olan, yəni hər kəs haqqıdır bir hansısa musiqi alətinə maraq göstərmək, onu da ifa etmək, bacarmaq. Amma belə necə deyim, ancaq mən istəməzdim ki, sırf gitaraya yönəlsin də gənclər. Yəni pianoya da yönələ bilərlər, skripacı ola bilərlər. Mən istəyirəm ki, çox şaxəli olsun. Yəni musiqi təkcə gitaradan ibarət eləsin də. Daha çox inkişaf etdirmək üçün bir musiqiçi özünü nə etməlidir? Daha çox çalışmalıdır. Məsələn, hardan öyrənə bilər? Hansı vəsaitlər var? Harda yalnız öyrənməlidir? internetdənmi, yoxsa? Xeyr, internetdən öyrən. İnternet çox faydalı bir şey. İnternetin faydalı üsullarının istifadəsi üçün çox yaxşı bir şeydir, çox gözəl bir şeydir. Çox musiqilər dinləmək lazımdır. Hər janrda, hər bir millətin özünə məxsus hər bir dövlətdə, hər bir ki, məsəl üçün tam İngiltərədə, Amerikada, məsələn, hərisinin özünə aid çox gözəl bir janrları, musiqiləri var. Məsəl üçün bir insan, məsələn, peşəkar olmaq istəyirsə, məsəl üçün, o tərzdə mahnılara çox qulaq asmalı. Yəni ki, qulaq asdıqca insan öyrənir. Yəni ki, insan aləti, məsəl üçün, məşq eləməklə, yəni müxtəlif qammalarla işləməklə, yəni ki, bu faydalı bir şeydir, amma qulaq asmaq daha çox böyük bir. Şövkət, bəs sən necə öyrənmirsən gitarada ifa eləməyi? Mən də bir ay təhsil almışam, amma ondan sonra demək olar ki, bəzi xırdalıqları öyrəndim. Ondan sonra qulaq asırdım musiqilərə, Memin dediyi kimi və o mahnını gitarada ifa etməyə çalışırdım. Elə bir, indi o dərəcədə ki, mən artıq istənilən mahnını eşitdiyim kimi ifa edə bilirəm. Aha, Kamil, sən də istəyərdim ki, fikirlərini öyrənim. Biraz səbir tələb eləyir. Yəni gitaranı öyrənmək, çünki yəni saatlar ayırmalısan buna, vaxtın da olmalıdır həmçinin. Yəni səbri olan və marağı olan hər kəs yəni öyrənə bilər.
Yəni mən də özüm də yəni ki bir ay falan belə məşğul olmuşam. Dostum mənimlə məşğul olub bir ay. Sonra mən də elə Memi kimi, Şövkət kimi, yəni başqalarının əlinə baxa-baxa, gitarist dostlarımın əlinə baxa-baxa özüm üçün məşq elə saatlarla öyrənmişəm. Ancaq çox səbir tələb edir yəni. Düzdür. Təşəkkür edirəm dostlar bugünkü söhbətimizə görə. Məncə izləyən, gitaraya həvəs göstərən, bu işlə maraqlanan dostlarımıza yəni lazımlı, faydalı mesajlar ötürə bildik ki, yəni əgər bu istiqamətdə marağınız varsa, həqiqətən də üzərlərində çalışsınlar. Bəlkə də Azərbaycanın seçilən sənətçilərindən birinə çevrilə bilərlər gələcəkdə. Ona görə də İnşallah. Bəli, tutduqları işdən yaxşı-yaxşı yapışsınlar. Mən istəyərdim ki, sonda da daha bir mahnı ifa edəsiniz, həvəskar və peşəkarlar birlikdə. Məncə maraqlı alınar. Və sonluq olaraq da yenə də sizə uğurlar arzu edirəm. Sağollaşıram sizinlə və bütün tamaşaçılarımızla bizi izləməyə davam edin. Yeni efir vaxtımız 19:20-dir. Odur ki, hər gün bizi Azərbaycan televiziyasında izləyin. Səninlə öz xəyalımda hər şeyim sən bu dünyada sənlə döydür gözlərim tək səni görür səninlə ayrılıq bir zaman adi həyata qovuşmadan bir-birimizi tanımadan Seninle ayrıldık bir zaman adi hayattan kavuşmadan birbirimizi tanımadan